səni mütləq yolda iblis və iblisin qoşunundan olan şeytanlar azdıracaq. Çünki yol göstərənin yoxdur. Xanım niyə sirdir, ünvandır? Gündəki nurlu hərarət də deyib, ya Zəhra. Və o gündən etibarən mən başladım danışmağa. Yəni mənim əslində dilimi xanım Zəhra açdı. Can ölürəm gəl, ölürəm gəl. Gəlirəm Fatimə, hər gün soruşum mən, necəsən? Dedim, mən bu gecə sübh namazından qabaq yuxu görmüşəm. Gördüm, biz tələbələr oturmuşuq Həzrəti İmam zamanaq. Nədənlərə çəkdi sənin başı var. İki dünya evinin zinəti Zəhrada imiş. Alıb belə əlinədən can zər. Sən evə gəlmisən və mən ayağa durub sənə xidmət eləyə bilmirəm. Anam eyvah, yanam.